Bakıda yetkinlik yaşına çatmayan qıza hədə-qorxu gələrək pul tələb etməkdə və dələduzluqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Tural Məmmədovun məhkəməsi başa çatıb. Yaşıl Media Qafqazın F-istinadən xəbər verir ki, 36 yaşlı şəxs Cinayət Məcəlləsinin 171.1.2.1, 178.1 və 182.2.2 uşaq pornoqrafiyasının dövriyyəsi, dələduzluq və hədə-qorxu ilə tələb etmə maddələri ilə təqsirləndirilib. Müəyyən edilib ki, evli və bir uşaq atası olan Tural 2024-cü ildə tanış olduğu 2008-ci il təvəllüdlü qızı onu sevdiyinə inandırıb. O, yetkinlik yaşına çatman qızı bir neçə dəfə Sabunçu rayonu Ramana qəsəbəsindəki evə apararaq orada intim münasibətdə olub. Kişi həmin vaxt videolar çəkərək özündə saxlayıb. Qızdan onun yaxınlarının ailə üzvlərinin nömrəsini də alıb. Qarşı tərəfin niyyətinin ciddi olduğunu zənn edən yeniyetmə onun ailə üzvləri ilə tanış olmaq istədiyini düşünərək nömrələri verib. Lakin bir müddət sonra Tural qızı hədələməyə və 500 manat pul tələb etməyə başlayıb. Pul ala bilməyəndən sonra onun intim görüntülərini ailə üzvlərinə göndərib. Həmçinin TikTok sosial şəbəkəsində paylaşıb. Bundan sonra Tural haqqında cinayət işi açılıb və o saxlanılıb. Onun başqa şəxsə məxsus evi digər bir vətəndaşa göstərərək 125 min manata satacağı adıyla 3 min manata yaxın bey aldığı və pulu mənimsədiyi də müəyyən edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural qeyd edilən maddələr üzrə təqsirli bilinib, 10 il həbs cəzası verilib. Ən son yeniliklərdən xəbər tutmaq üçün kanalımıza abunə olub, bildirişləri açmağı unutmayın.